Tofiq Yaqublunun vəziyyəti pisləşib. Elə indicə ana ilə mən ata ilə görüşdük. Bugün artıq 6-cı gündür ki, ata aclıq edir. Atanın vəziyyəti heç ürək açan deyil. Dünəndən bugünə 1 kilo 100 qram çəki itirib. İndi çəkisi 89 kilo 600 qramdır. Təzyiqi 110-70-ədir. Ürək döyüntüsü 100-dür. Halsızdır. Gözləri çuxura düşüb. Rəngi boğunuqdur. Yeriyəndə səndirləyirdi. Gecələr yata bilmədiyini, gözlərinin hər gün daha da zəiflədiyini dedi. Tibb məntəqəsindəki saxlanma şəraitindən şikayətçi deyil. Hətta gündə kamerasına yemək saatlarında 3 dəfə yemək gətirirlər. Sözsüz ki, bu davranışın tapşırığı yuxarıdan gəlib. Deyəsən, hakimiyyət aclıq elan etmiş və bunu yazılı şəkildə müəssisə rəhbərliyinə bildirmiş Tofiq Yaqublunun iradəsini yoxlamaq qərarına gəlib. Tofiq Yaqublu, bu cür davranışlar məni yolumdan döndərə bilməz, möhkəməm, qərarımda qətiyyəm, heç bir təzyiq məni qərarımdan döndərə bilməz, ya azadlıq, ya ölüm deyib. Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi yazıb.